Tiyatr. Tiyatr hayatın bir hissesi değil. Aksine hayat. Tiyatrın bir parçasıdır. Declan Donnellan. İntay feyzenan acep biçare ve sadelo Dûn tasavvur atamül bağlar mi fırında Şemenler Karabağ nişatta Arıcro Bir zadar mi tamamım çarpıyor Dali mantar okuyuram hanım Tavcid! Mantar! Mantar! Baba derviş işine meşgul ol Başla hanım Yahu! Yevmen hu! Yevmen leyse illa hu! Ya! Hanım! Gözünüz aydın olsun! Paris dağıldı! Kim almıştı da? Gelirler baba derviş! Yürüdü bak! Son baxdığınız tamaşa hansı olub? Bu sualı kime ünvanlasan, anlıq fikirləşib sonra cavab verəcək. Təsəvvür eləyin, bu sual bəşər evladı üçün həmişə aktual olub. Uzağa getməyə elə öz məmləkətimizdən danışaq. Qobustanın qaya təsvirlərini çoxumuz görmüşük. Müxtəlif inanclarla bağlı mərasimlər, oyunlar daşların üzərinə həkk olunub. Ən qədim yazılı mənbəmiz sayılan Avestada da oyun anlayışı var. Ümumiyyətlə, dünyanın ən qədim türk mənbələrində oyun və oyun babası ifadələrinə rast gəlirik. Görkəmli alim Mirəli Seyidov da hesab eləyirdi ki, oyun sözü türk dilli xalqların mifoloji, qamşaman görüşləri mərasim meydan tamaşaları ilə bağlıdır. Meydan tamaşalarına baxan o zamanki insanlar da yəqin bu sualı bir-birlərinə vermişdilər. Sonuncu dəfə hansı oyuna baxmısan? İndi isə adı, qaydaları, günümüzə qədər gəlib çıxan oyunları yada salaq. Dodu-qodu, Yel-baba, Cüt-cüşumu, Qaravəlli, Yuğ, Məshəkə, Hoqqa, Şəbədi, eləcə də Novruz bayramı ərəfəsində Kös-kösə və digər xalq tamaşaları. Hər birinin adı üstündə qruplaşması da elə öz yerində. Biri mərasim tamaşasıdır, digəri əkinçiliklə bağlıdır və s. Bir sözlə İpək yolunun üstündə yerləşən torpağı bərəkətli, günəşli məmləkətimizdə ulu babalarımızın da öz dramları olub. Ədəbi dildə desək, milli xalq oyun tamaşaları. Onların müəllifi də, aktyoru da, rejissoru da elə xalq özü olub. Əlbəttə, bütün bunlar həqiqi mənada dram əsərləri deyildi, ancaq onların arasında təmas bağları çoxludur. Realist dramaturgiyamızın rüşeymini biz sanki xalq dramlarından, xalq oyun tamaşalarında görürük. Bu rüşeymin boy atması üçünsə lazım olan mühiti 19-cu əsrə təsadüf edə bilərik. Gəlin Azərbaycanda peşəkar Avropa üslublu teatrın yarandığı dövrə nəzər salaq. Teatrın ilk bədii mətni necə müəyyənləşdirilib? 19-cu əsrin ikinci yarısı neft sənayesi inkişaf edən Bakının mədəni həyatında bir canlama var idi. Məktəblər açılır, konsertlər, sirk ustaları, hələ Rus dilində göstərilən tamaşaları demirəm. Həmin dönəmdə daha dəqiq desək, elə 1873-cü ildə Realna məktəbin son sinif şagirdi Nəcəf bəy Vəzirov Bakıda teatr tamaşasına baxır. Təbii ki, Rus dilində. Tamaşaya diqqətlə baxan Nəcəf bəy yəqin ki, fikirləşirdi. Axı, niyə? Niyə ana dilimizdə də teatrımız olmasın? Və beləliklə ana dilində tamaşa hazırlamaq qərarına gəlir.
Nəcəf bəy məsləhət üçün müəllimi Həsən bəy Zərdabiyə yaxınlaşır. O isə şagirdinə Mirzə Fətəli Axundzadənin təmsilatını, yəni 6 komediyasının çap olunduğu kitabı verir və özün oxu, birini seç deyir. Nəcəf bəy Vəzirov dramaturqun Lənkəran xanının Vəziri komediyasını seçir və beləliklə Realini məktəbin bir qrup şagirdi əsəri tamaşaya hazırlamağa başlayırlar. Həsən bəy Zərdabi də məşqlərdə şagirdlərini tək qoymur və hazırlıq prosesinə özü nəzarət eləyir. 1873-cü ildə Novruz bayramı ərəfəsində mart ayının 10-u Nəciblər klubu binasında Həyat ki, ilk tamaşa oynanılır. Qafqaz qəzeti 25 mart 1873-cü il. Qafqaz qəzetinin bu sayında ilk milli teatr tamaşası barədə ətraflı məlumat verilib. Qəzet yazır. Teatr tamaşası hazırlamaqda məqsəd o olub ki, müsəlman əhlinə zövq verilsin, həm də yığılan pul xeyriyyə məqsədinə sərf olunsun. Həqiqətən də ilk tamaşadan yığılan 150 manat pul xeyriyyə işlərinə xərclənir. Maraqlıdır ki, uzun illər teatr tamaşalarından gələn vəsaitin xeyriyyə işlərinə yönəldilməsi bir ənənə halını alır. Əcdadlarımız teatrın gücünü və vacibliyini nə qədər zamanında hiss edə biliblər. Ruhları şad olsun. Realini məktəbin şagirdləri növbəti tamaşa üçün Mirzə Fətəli Axundzadənin Hekayət-i Sərgüzəşti Mərdi Xəsis Hacı Qara komediyasını seçirlər. Və 1873-cü il iyunun 13-ü Həsən bəy Zərdabi Tiflisdə yaşayan Mirzə Fətəli Axundzadəyə məktub yazaraq bu haqda ona məlumat verir. Zərdabi öz məktubunda bildirir ki, bizim tamaşaçılar hissləri qıcıqlandıran hadisələrə daha çox meyillidirlər və payızda şagirdlər dramaturqun daha bir əsərini tamaşaya hazırlayacaqlar. Düz 23 ildən sonra dram əsərlərinin səhnə həyatı yaşaması dramaturqu çox mütəəssir edir. Axundzadə Realini məktəbin şagirdlərinə öz minnətdarlığını belə bildirir. Bugün Hacı Qaranı səhnədə gördükdən sonra mənim ömrüm 10 il daha izafə olundu. Bakıda isə Azərbaycan dilində teatr tamaşaları oynanılmasından təşvişə düşən senzor Mirzə Fətəli Axundzadənin pyeslərini daha da dırnaq arası diqqətlə oxumağa başlayır. Hətta bəzi komediyalarda cüzi də olsa ixtisarlar edərək sonra səhnələşdirilməsinə icazə verirmiş. Təbii ki, əsərlərin səhnələşdirilməsi Axundzadə imzasını sadə xalqa tanıtdırır. Ədəbiyyatımız üçün yeni olan bu janr isə populyarlaşır. Halbuki Axundzadə təmsilatı düz 23 il öncə yazmağa başlamışdı və 5 il ərzində də tamamlamışdı. Bəs Mirzə Fətəli Axundzadənin Azərbaycan dramaturgiyasının banisi olmasına gətirib çıxaran amillər hansılardır? 17-ci əsrdə Avropada baş qaldıran maarifçilik ənənələri qoca şərqdə də 19-cu əsrin əvvəlləri hiss olunmağa başladı. Azərbaycanda Abbasqulu Bakıxanovla başlayan maarifçilik ənənələrini 19-cu əsrin ortalarında Axundzadə də davam və inkişaf etdirdi. Milli dramaturgiyamızın yaranması da elə bu dövrə təsadüf edir. 1850-1855-ci illərdə Axundzadə Molla İbrahim Xəlil Kimyagər, Dərviş Məstəli Şah və yaxud Müsyə Jordan, Lənkəran xanının vəziri, Xırs Quldurbasan, Hacı Qara və Mürafiə vəkilləri adlı 6 dram əsərini yazmaqla Azərbaycan dramaturgiyasının təməlini qoydu.
Eyni zamanda bu əsərlərlə dövrün müasirlərinin sanki xarakteristikasını verdi. Onun əsas istəyi xalqı irəli aparmaq, maarifləndirmək idi. İlk dramaturgumuz dramaturgiyanın ən mürəkkəb qolunu, komediyanı seçmişdi. Realist satirik mövqeyindən çıxış edən Axundzadə cəmiyyətin çatışmayan cəhətlərini, koloritli personajları sayəsində çox aydın nəzərə çapdırırdı. Ən önəmlisi isə personajlar geyim, tanışıq, mühakimə xüsusiyyətlərinə görə əsl Azərbaycanlı idilər. Hadisələr də artıq uzaq məmləkətdə yox, elə Qarabağda, Ağcabəddə, Lənkəranda baş verirdi. Ay biçare, gaflet senin gözümü örtümdür ay biçare. Kes sesini ke! Bütün bu fitneteyi senin işiniymiş. Dayan. Ben seni kahırıma çıkarım. Ay biçare, bir de görüm ne sebebe benim ahırıma çıkacaksın? Ay Selite! Daha bunlar artık ne sebep olar ki? Yad adamla perde dalda girip gizlenipsen. Ay biçare, sen bir arvadın şöyle halından soruş ki, o yad adam onun otağında ne gayrı? Kes sesini ke! De görüm sen yad adamla perdenin darında ne gayrı? Yazı. Azərbaycan dilində oynanılan tamaşalar milli teatr truppalarının yaranması və onların hazırladığı tamaşaların qonşu ölkələrdə də səhnə həyatı yaşamasına çox müsbət təsiri olub. Hələ Axundovun sağlığında onun komediyaları Rus, Fransız, Fars dillərinə tərcümə olunub. İlk dram əsərləri xüsusən səhnələşdiriləndən sonra yaxın şərqdə istər ədəbiyyatın, istərsə də teatrın inkişafına zəmin yaradıb. Bəli, bütün bu faktlar gün kimi aydın həqiqətlərdir, amma teatrşünasların araşdırmaları bu tarixlə bağlı fikirləri belə haçalayır. Necə? ...1841-ci ildə Çar Rusiyasının Əla Həzrətləri belə qərara gəlirlər ki, Şuşa şəhəri qəza mərkəzinə çevrilsin. Beləliklə, bünövrəsi Pənahəli xan tərəfindən qoyulan Şuşada bugünün təbirincə desək bir tikinti bumu başlayır. Şuşa Qafqazın mədəniyyət mərkəzindən biri statusunu layiqincə yerinə yetirir. Təsəvvür edirsiniz 19-cu əsrin 40-cı illərində Şuşada Lambergerin sirk binası fəaliyyət göstərilmiş. Deyilinə görə burada həm də musiqi məclisləri qurulurmuş. Nəhayət gələk mətləb üstünə. Qafqaz qəzetinin 1848-ci ildə çıxan 43-cü sayında A.S. imzalı şəxs yazır ki, gözəl dekorasiyalarla göstərilən teatr tamaşalarına əhali həvəs və maraqla baxır. Teatr salonunda bəzəkli lojalar qurulub və şəhərin tamaşalar oynayan bacarıqlı teatr həvəskarları var. Ancaq təəssüf ki, A.S. imzalı şəxs oynanılan tamaşanın bədii mətni və təşkilatçıları, ifaçıların kimliyi, tamaşaların nə vaxtlar və hansı prinsiplərlə göstərildiyi barədə məlumat verməyib. Daha bir fakt. Azərbaycanda ilk teatr binalarından birinin qədim tarixə malik və 19-cu əsrdə quberniya mərkəzi olan Şamaxıda tikildiyi hər kəsə məlumdur. Bu haqda Qafqaz qəzetinin 1858-ci il 6 iyul tarixindəki sayında çox maraqlı bir məlumat, hətta deyərdim ki, hekayə var. Qafqaz qəzetində yazılanlardan belə məlum olur ki, Şamaxı ziyalıları 1857-ci il dekabrın 6-sında xeyriyyə məqsədi ilə tamaşa göstəriblər. Dekorasiyalar çəkiblər, afişalar yazıblar və bir-birinin ardınca düz 5 tamaşa oynanılıb. Amma məkan çox narahat olub. Buna görə də ziyalılar şəhərdə məxsusi teatr binası tikməyə qərarlaşdırırlar. Beləliklə, teatr binasının inşası üçün qubernatordan icazə alınıb. Şamaxının əsas küçələrindən birində
Bu məqsədlə mağazalar kompleksi yerləşən bina seçilib, şəhərin mütərəqqi fikirli gənc ziyalısı Atabəy Zeynal bəy oğlu mağaza sahiblərinin pullarını ödəyib. Eyni zamanda teatr binasının inşası, daha doğrusu qurulması üçün könüllü şəkildə küllü miqdarda ianə də verib. Şəhərin baş memarının mavini Qasım bəy binanın yenidən qurulmasını öhdəsinə götürüb bir aya mağaza teatr tamaşası göstərmək üçün yararlı hala salınıb və hətta salonun sağ solunda 14 loja da varmış. Qafqaz qəzetinin yazdığına görə 1858-ci il aprelin 17-sində həmin binada ilk teatr tamaşası göstərilib. Qəzet onu da yazır ki, teatr binasını tikənlər və burada tamaşa göstərən səhnə həvəskarları tamaşaçılar tərəfdən alqışlarla qarşılanıblar. Təbii ki, hər iki halda tamaşanın Azərbaycan dilində oynanıldığı güman edilir. Çünki yalnız Bakıda rus dilli auditoriya var idi. Bu faktlarla qarşılaşan teatrşünaslar onu da vurğulayırlar ki, nə 1840-cı ildə Şuşada, nə də 1857-ci ilin 6 dekabrında, yaxud 1858-ci ilin 17 aprelində Şamaxıda göstərilən tamaşaların hansı əsərlər əsasında oynanıldığı, kimlər tərəfindən hazırlandığı, ifaçıların kimliyi barədə əlimizdə heç bir sənəd, afişa, proqram, məlumat, resenziya və s. yoxdur. Ona görə də Milli Peşəkar Teatrımızın təşəkkül tarixini nə 1857-ci ildə, nə də 1858-ci ildən götürmək hələ ki əsassızdır. Bəlkə də nə vaxtsa həmin tamaşaların göstərilmə tarixlərini təsdiqləyən sənədləri əldə etmək mümkün olacaq. Onda milli kinomuzun yaşı kimi milli teatrımızın da yaşının üstünə yaş gələcək. Deməli belə. Axundzadə ilə başlayan dramaturgiya 19-cu əsrin 70-ci illərindən etibarən müxtəlif məzmunlu, formalı dram əsərləri ilə zənginləşməyə başladı. Axundzadənin ilk ardıcılları əsasən elə onun yolunu davam etdirirdilər. Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Cəlil Məmməd Quluzadə, Əskər Ağa Görani, Eynali bəy Sultanov, Haşim bəy Vəzirov. Əsasən ailə məişət mövzusunda komediyalar yazırdı. Əslində komediya janrının önə keçməsi bilavasitə dövrlə bağlı idi. Millətin öncülləri xalqı əxlaqi, sosial problemlərdən yaxa qurtarmağa çağırırdılar. Təbii ki, dramaturgiya inkişaf mərhələsində idi. Nəcəf bəy Vəzirov müsibəti Fəxrəddin faciəsi ilə faciə janrının əsasını qoydu. Nəriman Nərimanov Nadir Şahla tarixi faciənin, uşaq teatrının təşəkkül tapması isə Əbdullah Şaiq və Apasəhətin adı ilə bağlıdır. Axundzadədən sonra satirasının kəskinliyi ilə seçilən dramaturq isə Cəlil Məmməd Quluzadə sayılır. از شر وسواس شیطان و فساد هوس‌های نفسان ایمن باشد. Şeyler mi? Bu bacı cemaatin içinde hiç bacılardan gözüme değmiyor. Dine haber versinler o biçalar da gelsinler. Gelsinler buraya ve perde dalında cem olup Allah Teala'nın hükümlerini işitmekten bir behre kalmasınlar. Ben başa düştüm. Ve bu... Aksarı ehl-i nar azzab cehennem azabanen. Benim kavvetim yoktu şeytanlar. Sen bunları başlasın. Evet. Tamam. Ya Allah. Ya. Şeyh cənablarının fərmayişindən belə məlum olur ki, cəhənnəm əhlinin çoxusu siğə-i mütədən məhrum olan
Kim övrətlərdir? Ucadandır. Ucadandır. 2 rekat namazı ki tesabbüs guzaren beter az 70 rekat namazı ki azap guzaren. Ölülər, Dəli Yığıncağı, Danabaş kəndinin məktəbi və s. ədibin həm tragik, həm lirik, həm də komik, dramatik motivləri ilə zəngin olan bu pyesləri teatrın inkişafına böyük təsir eləyirdi. Yaxın Şərqdə opera sənətinin yaradıcısı Üzeyir Hacıbəyev tamamilə yeni bir mərhələ açdı. Musiqili komediya. Bu olmasın, bu olsun. Arşın Malalan səhnə əsərləri musiqi ilə poeziyanın sözün vəhdətinin daha güclü təsirə malik olduğunu ustalıqla, əyani şəkildə göstərirdi. Əli Sultanlı bu haqda yazırdı. Üzeyir Hacıbəyev dramatik mükaliməyə müəyyən rəngarənglik gətirmişdi. Belə ki, hazır cavablıq, söz oyunu, ifadələrin təkrarı, cavablarda inadkarlıq, yığcamlıq, sözlərdə iki mənanılıq, kənara deyilən sözlər, öz-özünə danışma və bu kimi amillər səhnəni canlandırır. Ümumiyyətlə, dramaturgiya tarixində belə şux, məzəli, gülüşlər dolu, nəşəli, əyləndirici komediya azdır. Ən maraqlısı bilirsiniz nədir? Zaman-zaman Azərbaycan teatrında oynanılan dram əsərləri sanki məhz həmin dövrün ictimai-sosial məişət həyatının inikası idi. Tamaşalara baxmaqla istənilən dövr barədə ətraflı bilgi əldə edə bilirik. 20-ci əsrin əvvəlləri isə talatümlü illər idi. Qısa müddətli müstəqillik dönəmi və müstəqilliyimizə qənim kəsilən Sovet qəsbkarlığı. Səhnədə hadisələrin, tamaşaların məzmunu da surətlə dəyişirdi. Ancaq zəngin ənənəyə söykənən maarifçilik missiyasını heç zaman unutmayan dramaturgiya müəyyən sapmaları nəzərə almasaq demək olar ki, öz yolunda idi. Məhz bu dönəmdə dramaturgiyada yeni imzalar gözə dəydi. Cəfər Cabbarlı, Hüseyn Cavid, Süleyman Rüstəm və Cəlal Paşayev, Rəsul Rza, Səməd Vurğun. Maarifçilik ənənələri ilə yola çıxan, şahidi olduqları, həyat lövhələrini səhnəyə gətirən, avvamlığı, cahilliyi, savadsızlığı tənqid edən, gülə-gülə eyni zamanda göz yaşı tökən dramaturqlar artıq başqa reallıqla üz-üzə idilər. Formaca, milli məzmunca sosialist qəlibinə salınmış ədəbiyyatın artıq millət, xalq ədəbiyyat qarşısında deyil, yaşadıkları ictimai formasiyanın və onun ideoloji maşınının qarşısında öhdəlikləri var idi. Yaradıcılıqları 20-ci əsrin əvvəllərinə təsadüf edən qələm əhli üçün bu iki qat məsuliyyət idi. Bir zamanlar 3 rəngli bayrağı vəsf edənlər, indi o bayrağı endirənlərin fəaliyyətini necəsə dırnaqarası əsaslandırmalıydilər axı. Bu baxımdan teatrla sıx əməkdaşlıq eləyən, Azərbaycan dramaturgiyasına böyük töhfələr verən Cəfər Cabbarlı yaradıcılığı çox maraqlı və təqdirə layiqdir. O, həm də dramaturgiyamızda yeni mərhələ açıb, yeni mövzular, yeni aktyor nəsli və təbii ki, çox sayda yeni tamaşalar. İlk səhnə əsəri Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş olan dramaturg yaradıcılıq stixiyasına görə əslində romantik olub. Gəlin Cəfər Cabbarlının yazdığı dram əsərlərinin adını ardıcıllıqla çəkək. Solğun Çiçəklər, Nəsrəddin Şah, Trablis müharibəsi, Ədirnə fəthi, Bakı müharibəsi və sonradan bədii tutuma əl gəzdirdiyi Aydın, Oktay Eloğlu, Od Gəlini və məni xüsusi vurğulayardım. Sevil,
1905-ci il Yaşar və Dönüş. Bilirsiniz nə? Maraqlıdır. Od gəlini pyesindən sonra Cabbarlının yaradıcılığında bir dönüş nöqtəsi hiss olunur. Başla! Başla! Efkan bileceğim. Koşuk olma. Düşün! Yollarımızı ayırma. Mümkün değil, anlayır mısın? Bu kulluk dünyası, bu kulun hakimiyeti durdurca bu kavim eller duyulmayacaktır. Başka yol yoktur, benim yolum sana ve senin kimlere. Abi! Doğru! Başla! Olmaz! Balıklar! Öldürün olsun! Dayanabilmedin mi? Dayanınız! Bu ne? Bunların tefsiri nedir? Zinakardır efendim. Bu mu? Çok güzel. Bunu saklayınız. Taş talep edilecektir. Sonra söyleyiniz. Burada eli kan bilegenli kim? O burada Babek adıyla yaşayırmış. Ben bilmeyem efendim. Benim. Haydi! Amınız ardımca! Saptırın herif. Mahvoldu. Olsun! Öldürün! Hadi! Tut! Elkan! Zavallı kardeşim! Sen yiğitsen, senin bu halin beni acıdır. Hiç olmazsa bana acın. Gel doğru yola. Aksın. Ben verilecek cezanı gözleyirem. Elkan, sen Solmaz'ı çok sevirsen. İctimai bərabərsizlik, mənəvi paklılığa çağırış, təhqir olunmuş məhəbbət duyğularının faciəvi lirizmi, ideal qəhrəmanlar axtarışı, tarixi mövzularla milli kimliyimizin təsviri məhz Od gəlinindən sonra sanki bir qədər arxa plana keçir. Artıq yeni dövrün qəhrəmanları səhnəyə gəlməli idi. Deyilənə görə Od gəlini tamaşası 1923-cü ildə səhnələşdirilən dönəmdə Cəfər Cabbarlı düz 2 dəfə həbs olunur. Dramaturqun yaradıcılığı, necə deyərlər, mənfi mənada dəyərləndirilir. Cəfər Cabbarlının böyüklüyü ondadır ki, formacan əsərlərini dövrün tələbinə uyğunlaşdırsa da, qəhrəmanlarının qətiyyətindən, dönməzliyindən, əqidə uğrunda fədakarlıqlarından, inqilabi ruhundan heç vədə imtina etmir. Bu yerdə Məmməd Əmini xatırlayaq. Rəsulzadə ədibin ölümü ilə bağlı yazırdı. O gənc yaşlarında qüvvət və enerji ilə dolu ikən 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqdə o, həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdı. Ari! Bana bak! Sen de bir evhama kapıldın. Biçare çocuk! Sen de mi iblise takıldın? Dahiler! Gülül azm nebiler beni benden hiç vesiletten kurtaramazken daim beni tekbir ederekten eğlenirse hey söylenir, hey söylenir, hey söylenirse.
Söylə. Nədir fikrin, məramın? Hardan da gəlirsən, neymiş şöhrətin, namın? Mən indi bir altaş. Fakat evvelce melekti. Bir Halik'e tesbihidi tehdir. İlk önce melekler beni tebdis eyledi. Adem bir saygısız, ahırda çattı. Alçalmadı, yükseldi fakat şöhret şanı. Allah ile bir zikredilir, nam nişanı. Orada yetişir, anladım. Sahne Hacer, karşımdaki ipekmiş. İşvah, ne dehşet. 20-ci əsr Azərbaycan mütərəqqi romantizmin banisi. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi. Əlbəttə, söhbət Hüseyin Caviddən gedir. Fəlsəfi və tarixi faciələri, ailə məişət dramları üslubu baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da böyük təsir göstərib. Cavid teatrı anlayışı təsadüfən yaranmayıb. Onun dramlarında aktyorlar roldan rola bir sənətkar kimi püxtələşiblər. Şeyx Sənan, İblis, Afət, Knyaz, Peyğəmbər, Topal Teymur, Səyavuş, Xəyyam və başqa müxtəlif mövzulu dram əsərlərində Hüseyin Cavid heç vədə ədalət axtarışından usanmayıb. Dünyada olan hər cür pisliyə nifrətlə yanaşan dramaturq ümumbəşəri dəyərləri təbliğ edib. O, sona qədər sənət, söz sevdasına sadiq qalıb, sosializmə yox deyib. 30-40-cı illər teatrından danışırıqsa, 1938-ci ildə Səməd Vurğunun Vaqif dramını da vurğulamamaq haqsızlıq olardı. Səməd Vurğunun axıcı şeiriyyət dili, Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin həyatı, Qarabağ xanlığı, bir sözlə şəxsiyyətə pərəstiş dövrünün ən amansız illərində səhnədə Azərbaycan mədəniyyəti, milli kimliyi səhnələşdirilirdi. İllər ötdükcə, nəsillər dəyişdikcə dramaturqların sırası da genişlənirdi. Mirzə İbrahimov, İslam Səfərli, Şəxəli Qurbanov, Sabit Rəhman, İmran Qasımov, Mehdi Hüseyin, İlyas Əfəndiyev və başqa adlar. Teatrın afişalarında tez-tez görünürdü. İstənmə, başa Sen beni başa sal, başa sal. Başa sal, ağıllı baş. İstənmə. Birinci Ağzına seriyede, geleni danışır, başa düşe bilmir. birinci seriyede. İstənmə, başa sal, ağıllı baş. Sen benim canım özüne gel. Birinci seriyede. İstenme, sen benim cevap isten. Hadi. Birinci seriyede. Özüme gel, istənmə, ağıllı baş. İstənmə, xahiş. Yorma, istənmə, yaxşı. Bir başa sal. Halis delidir ki. 40-60-cı illər Azərbaycan teatrı üçün çox rəngarəng və məhsuldar olub. Bu dönəmdə komediya janrına yeni əsərlər bəxş edən dramaturqlardan biri də təbii ki, Sabit Rəhman idi. Toy, yalan, Həliqulu evlənir, nişanlı qız kimi ailə, məişət komediyaları uzun illər repertuarları bəzəyirdi. Ama zalim oğlun kızı iyi bilir. Harbi işe girsem iğneye gelip mavazimin 25%'ını yapar. Ondan sonraki Nora! Bu duayı! Nargile adı Nora deyirəm. Çayçı istəyir. Tökür sodanı çaya verir zaman.
20-ci əsrin 60-cı illərində ümumən cəmiyyətdə gedən mülayimləşmə səhnədə də özünü yeni qəhrəmanlar və yeni yanaşma ilə göstərirdi. 60-cı illərdə teatra yeni ab-hava gətirən dramaturqlardan biri Şəxəli Qurbanovun qəhrəmanları kimi. Azərbaycan idmançıları yubiley Spartakiyadasında yeni qələbələr əldə edəcəklər. O sələflərinin maarifçilik ənənələrini davam etdirən, dövrünün ictimai eybəcərliyini gülüş hədəfinə çevirməyi bacaran satirik ruhlu qələm sahibi idi. Əcəb işə düşdük. Rəis məşğuldur. Özümüz bilərik. Olmadı elə, oldu belə. Milyonçunun dilənçi oğlu komediyaları güldürərək düşünməyi təlqin edirdisə, ədəbin sənsiz piyesi şəxsiyyətə pərəstiş və onun cəmiyyətə, insanlığa vurduğu zərərdən bəhs edirdi. Yeri gəlmişkən bu piyesin səhnələşdirilməsi həmin dönəmdə böyük marağa səbəb olmuşdu. Çünki açıq fikir, birbaşa hədəf, səmimi münasibət şəxsiyyətə pərəstiş dövrünün xofundan qurtulmayan cəmiyyət üçün yeni bir şey idi. Mən onu tapmalıyam. Qoy hamı bilsin. Qoy hamı eşitsin ki, mənim tərlanım günahsızdır. Mən onu tapmalıyam. O 18 ildir ki, bu xəbəri gözləyir. Mən onu torpaq altında yatan minlərlə günahsız müqəssirlərin içində olsa belə tapacağım. Qulağına pıçıldayacağım. Qalx, qalx, mən sənin sevincin. Qalx, mənim həyatım. Qalx, mənim nakam məhəbbətim. Qalx, qalx, sənə bəraət verilmişdir. Zaman dayanmadığı kimi sənətdə daim axtarışda idi. Bu məqamda sən həmişə mənimləsən piyesi ilə dramaturgiyada lirik psixoloji üslubun əsasını qoyan İlyas Əfəndiyevdən danışaq. Deyərdim ki, o xoşbəxt dramaturqdur. 20 ildən çox müddət ərzində teatrda bir-birinin ardınca onlarla piyesi oynanılırdı və sevilirdi. Tamaşaçılar sanki dırnaqarası qəhrəmanlardan, öhdəliklərdən, kollektivləşmədən usanmışdı. Sadəcə sakit, öz şəxsi həyatlarını, sevincini, kədərini yaşayan insanlar tamaşaçılara daha doğma gəlirdi. Səhnənin yeni sakinləri getdikləri yolda büdrəyə də bilərdilər, yanıla da. Ancaq bu həyat ağrı, acısı, uğuru, sevinci ilə yalnız onlara məxsus idi. Sevən də, ayrılan da, udan da, uduzan da elə özləri idi. Təbii ki, bütün bunlar ictimai həyatın fonundaydı. Ön planda özləri idi. Onların mənəvi dünyası, daxili aləmi, sevgiləri, istirabları, tamaşalar anşlaqla keçirdi. Bizim qəribə taleyimiz, bunu da bilmirəm. Mahnı dağlarda qaldı və başqa səhnə əsərlərinə böyük maraqla baxırdı. Əvvəlcə mənim Araz qırağındakı darğan bu gün xəbər gətirib ki, güya sən Arazdan il düzünə at çəkdirmək istəyirsən. Özü də ki, bu at bizim torpaqlardan keçir. Bəli, eylədir. Məqsədin nədir? Məqsədim odur ki, min illərdən bəri əkilməyən torpaqlar əkilib cəmaata xeyir versin. Biz əməkdaşlıqdan çox teatrın inkişafına töhfə verənləri ilk növbədə yada salırıq. Bu baxımdan Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu, Əkram Əylisli, Anar, Elçin, Əli Əmirlinin adlarını düşünmədən çəkə bilərəm. Teatra öz töhfələrini verən Maqsud və Rüstəm İbrahimbəyovlar hər ikisi ədəbiyyatda, kinoda, teatrda, ümumən mədəniyyət sahəsində eyni məsuldarlıqla, eyni uğurla öz imzalarını qoyublar. Onların imzasının coğrafiyası daha genişdir. Maqsud İbrahimbəyovun Ümumİttifaq müsabiqədə birinci mükafata layiq görülən Mezazoy əhvalatı piyesi Moskvada Malı Teatrda tamaşaya qoyulur. Əxlaqi problemlərə toxunan bu tamaşadan sonra dramaturqun bütün yaxşılıqlara görə ölüm, kərkədan buynuzu, gənc qadın üçün kişi, müdrik Sfinks gülümsəyir piyesləri istər Azərbaycanda, istər Sovet Respublikalarında, istərsə də xaricdə teatr camisi tərəfindən böyük maraqla qarşılanmışdı.
İbrahim Bəyovların dramaturgiyası ümumilikdə başdan başa əsl insanlıq hekayəti idi. Onların qəhrəmanı daha planetar miqyaslı, daha qlobal düşünmək, yaşamaq iqtidarında idi. Rüstəm İbrahim Bəyovun isə ilk səhnələşdirilən istintaq piyesi olub. Dramaturgun öz yolu ilə Yaşıl Qapı arxasında qadın, şirə bənzər piyesləri səhnəyə sosial mənəvi problemlər, müasirlərinin daxili aləmi, real həyat həqiqətləri, onlarla fərqli yanaşma və eyni zamanda müxtəlif qəhrəmanlar gəlirdi. Sadaladığım cəhətlərə dramaturq o qədər mükəmməl, bəşəri dəyərlər prizmasından yanaşırdı ki, bu əsərlər ən müxtəlif ölkələrdə belə asanlıqla səhnələşdirilirdi. Sərhədsiz dramaturq. Başqa nə deyəsəm? Son illərin dramaturgiyasından, xüsusən 20-ci əsrin 90-cı illərindən üzü bəri olan teatrdan danışırıqsa, o zaman heç şübhəsiz ki, Elçin Əfəndiyevdən bəhs etməliyik. Təbii onun 90-cı illərə, yəni Azərbaycanın müstəqillik dönəminə qədər dramaturji fəaliyyəti göz önündədir. Bəs nə üçün 90-lardan üzü bərini vurğulayıram? Müstəqillik dönəmi azadlığın baş gicəlləndirici eyfardiyası əslində ədəbiyyatımız, ümumən mədəniyyətimiz üçün həm də bir sınaq dönəmi idi. Keçmişdəki bütün irsin, hətta ən yaxşılarının belə üzərindən xətt çəkmək kimi yanlış tendensiyalarla üz-üzə qalan ədəbiyyat sanki bir boşluqda idi. Söz adamları axı illərlə sözü məcazi mənada senzuranın fikrini yayındırmaq üçün Əlahəzrət Ezopun dili ilə yazmağa öyrənmişdilər. Məhz bu dönəmdə Elçin Əfəndiyev tək ədəbi tənqiddə, ədəbiyyatda deyil, həm də piyesləri ilə teatr aləmində hərəkət verici bir qüvvəyə çevrildi. Bəli, məhz hərəkət verici qüvvəyə. Axı o dövrün siyasi hadisələri, ədəbiyyatı da, mədəniyyəti də insanların həyatında sanki ikinci plana keçirmişdi. Amma bunu yalnız qələm əhli hiss edirdi. Elçin bu dönəmdə həmkarlarına deyirdi, biz millətimiz üçün önəmli olan bu dönəmdə öz qələmimizlə çalışmalıyıq. 20 yanvar hadisələri mənim həyatımı iki hissəyə böldü, deyən Elçin, ah Paris, Paris, mən sənin dayınam, dəlixanadan dəli qaçıb, mənim ərim dəlidir komediyalarında artıq sosializm tələbi ilə bütləşdirilən qəhrəmanlar tipi yox idi. Güclü, bədii, təxəyyüllü dramaturq bəzən piyeslərin sonluğunu belə sanki tamaşaçının ixtiyarına buraxırdı. Yeni mövzular, yeni insan tipləri, bir sözlə Elçin real həyatımızı, yaşadıqlarımızı səhnəyə transfer edirdi. Hələ, tez elədə Gülgürdə operanın artistlərini getirib bura qoy oynatsınlar da. Orada bileşlere pis bakırlar. Ne için ama? Artist eve gelmez. Pulun verirəm də. Ayıp sayılır da. Hələ artist də sənətə oynamağı, Bize bakmaya orada pis bakırlar böyle şeylere. Nə ala? Onda mənə bax, keç mənim qızımı təriflə. Əvvəl məni tərif, sonra qızım. Düzdür, arvad düzdür. Əvvəl məni təriflə, qoy görsün hansı ailə ilə də oturub durur. Sonra qızımı təriflə, verə yaparsın Fransızca. Monsieur! Ahmet Bey, bu Esedullah Mellim çok kruplu bir insan. Pardon? Kruplu bir şekilde balina. Yok. Kruplu. Balina nə la? Akula. Yok ey. Hala? Dinozavr. 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 Hala? Yani? Dinozavr nədir? Ay heyvan, bu heyvanları niyə gedirsən başına? Mən dinozavr. Tərifləyirəm də. O da hələ təriflənmə olur. Özü çok intelligent. Resimant. Bir sözü, iki yok bakıda. Ayşe, düz. Yaxşı, mənə bax, qızı təriflə. Keç qızı təriflə, qutardı get, mənim lazımdır. Beləliklə, maarifçilik, satira üslubu ilə həyatımıza daxil olan dramaturgiya da bu illər ərzində həm də üslub mövzu axtarışında idi. Gah lirik psixoloji
üslublu dramaturgiya öne keçirdi, gah romantik mənzum dramaturgiya. Onu da deyim ki, tarixi mövzular da həmişə dramaturqların maraq əhatəsində olub. Axı bu mövzular hər zaman milli kimliyimizi önə çıxarmaq potensialında olublar. Amma bəzənsə yenə də satira. Ancaq bu dəfə gülüş hədəfinə çevrilənlər görünüşcə daha müasir idilər. Amma nə fayda? Əqidəcə öz sələflərindən heç də fərqlənmirdilər. Əziz dramaturqlar, növbə söz yenə sizindir. Dövr, zaman dəyişib. İnsanların xarakteri də son dərəcə mürəkkəbləşib. Ətrafımızda istənilən qədər qəhrəmanlar var. Onları səhnəyə gətirməyin zamanı deyilmi? Uğurlar.